Xalq artisti Röya Ayxan qardaşı İsmailə bağışladığı hədiyyədən danışıb. Milli Az xəbər verir ki, bu barədə sənətçi qonaqcanlıda açıqlama verib. Xalq artisti deyib ki, qardaşına valideyn olması münasibətilə bahalı hədiyyə alıb. Maşın istədi. Əslində var idi, amma dəyişdirmirdim. Gedib gəlib deyirdi ki, abla bəlkə dəyişək, deyirdim biraz da sür. Mətə dünyaya gələndə dedim, götür bu açarları, səni təbrik edirəm. Bu vaxta qədər çalışmışam ki, ailəm yaxşı yaşasın, heç kimə möhtac olmasın. Bu 25 ilə qədər çox əziyyət çəkmişəm. İndi imkan verin, bundan sonra 25 ili özüm və oğlum üçün yaşayım.